Salam, əziz müəllimlər, şagirdlər, mən Günel Əliyeva. Yenə də sizə Azərbaycan dili videosunu təqdim edirəm. Söz verdiyim kimi bütün mövzuların izahı olacaq. Ard-arda hər birini çəkəcəm. Leksika 1-i izah etmişəm. İndi isə leksika 2, yəni ikinci hissədə nələrdən danışacağam? Təkmənalı və çoxmənalı sözlər, amonimlər, sonra deməli həm çoxmənalı, həm də amonim olan sözlər, sinonimlər, antonimlər, terminlər, dialekt sözlər, köhnəlmiş sözlər, yeni sözlər, etimologiya, sözün mənşəyinə görə növlər. Bunlar haqqında da biraz məlumat verəcəm. Deməli, təkmənalı və çoxmənalı sözlər. Təkmənalı söz nədir? Yalnız bir leksik mənası olan sözlərdir. Belə var ki, bir leksik məna ilə bağlı əlavə mənalar da bildirən sözlər, yəni eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlər çoxmənalı sözlər deyilir. Məsələn, deyirəm ki, stol. Bu sadəcə bir mənada işlənir də, düzdürmü? Yaxud deyirəm 8. Amma çoxmənalı sözlər isə eyni leksik məna ilə bağlı əlavə mənalar da bildirən sözlərdir. Məsələn, deyirəm ki, ayaq. Tez adamın ağlına nə gəlir? İnsanın ayağı. Bir də var deyirəm kəndin ayağı. Cavanlar kəndin ayağına toplaşmışlar. Yəni ki, çoxmənalı sözlərdə bir məsələni yadda saxlayın ki, əsas məna ilə bağlılıq mühüm şərtdir. Əsas məna ilə bağlılıq mühüm şərtdir. Məsələn, insan ayağı harda yerləşir? Aşağıda yerləşir. Düzdürmü? Kəndin ayağı da kəndin aşağısında yerləşir. Amma məcazilik olur artıq onda. Yaxud deyirəm ki, məsələn, deməli, şkafın ağzı, belə deyək də birinci insanın ağzını deyim. İnsanın ağzı harda yerləşir? Yəni, üzümüzün belə deyək də bir bu hissəsində, orta hissədə, şkafın ağzı da elə həmin orta hissə kimi bir yerdə yerləşir. Amma bu artıq məcazi olur. Yaxud deyirəm ki, insanın başı. İnsanın başı buradadır, yəni yuxarıdadır. Kəndin başı da kəndin yuxarısındadır da, düzdürmü? Gördüyümüz kimi də əsas məna, yəni daha doğrusu eşitdiyimiz kimi əsas məna ilə bağlılıq mühüm şərtdir. Sonra deməli burada verilən qeydlər edəcəyiniz cümləni yazın. Burada mən özüm də onları qeyd etmişəm kitabımda. Deməli yazırsınız ki, əgər yeni qazanılan törəmə məna həqiqi mənadan tamamilə fərqlənərsə, bu zaman amonimlik yaranır. Yəni ki, çoxmənalı sözlərdə mən dedim, əsas məna ilə bağlılıq mühüm şərtdir, amma amonim əgər əsas məna ilə bağlılıq yoxdursa, deməli bu amonimlikdir. Sonra çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Bu cümləni də qeyd edin. Azərbaycan dilində isim, sifət və feillərə məxsus sözlər daha çox törəmə mənalar qazanaraq çoxmənalılıq təşkil edir. Sonra gəlirik amonimlərə. Yəni amonim nədir? Yazılış, deyiliş eynidir. Birinci hissədə də demişim bunu. Burada daha geniş danışacağım. Deməli, yazılış, deyiliş eynidir, amma leksik məna fərqlidir. Bu amonim sözlərdir. Amonimlərdə biri var ki, leksik amonimlər, biri var qrammatik amonimlər. Deməli, leksik amonimlər deyəndə biz nəyi nəzərdə tuturuq? Əsas, belə deyim ki, əsas nitq hissələrinə aid olan amonimlik. Məsələn, bax, burada verilən nümunələr, tutaq ki, balaq sözü. Balaq yazılır, balaq. Məsələn, biri var şalvarın ayağa düşən hissəsi, şalvarın balağı. Bir də var ki, camış balası mənasında. Bu gördüyümüz kimi əsas nitq hissələri arasında olan amonimlikdir, isimdir bunlar. Yaxud rəng, məsələn, boya mənasında boya, rəng isim, rəsm çəkdiyimiz. Bir də var ki, mahnı və rəqs xarakteri daşıyan instrumental melodiya. Sonra, yəni burada nümunələr verilib top, gül. Siz də yer gəlmişkən sual verin, rəydə yazın leksik amonimlərə aid nümunələr. Sonra gəlirik qrammatik amonimlərə. Qrammatik amonimlər isə biri var ki, deməli, əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında olur. Bir var köməkçilərin özü arasında olur, bir də var şəkilçilər arasında. Qoy buradakı cümləni də oxuyum. Deməli, bu tip amonimlərində yazılışı ilə deyilişi eyni olur, lakin mənalardan biri əsas nitq hissəsindən, digər köməkçi nitq hissəsinə və yaxud tərki məna köməkçi nitq hissəsinə aid olur. Məsələn, burada verilib kimi. Kimi əvəzlik var, bir də yəni əsas nitq hissəsidir. Kimi danışır, kimi gülür. Bir də var ki, onu evə kimi yola saldım, qoşma. Gördüyümüz kimi əsas nitq hissəsindən köməkçi nitq hissəsi arasında olur. Sonra köməkçilərin öz arasında var. Ki, bağlayıcı və ədat kimi işlənə bilər də. Yəni, bu mənada da arzum budur ki, mən yaxşı bir işə girim, məsələn. Bir də var ki, o deyirlər, mən ki, gözəl deyildim, belə cümlələr həmişə eşidirdik. Yəni, müəllimimiz həmişə yazdırırdı bunu.
Sonra bir də var şəkilçilər arasında, məsəl üçün dan-dən çıxışlı xalın şəkilçisi. Bir də var ki, deyək ki, məsələn evdən çıxdım, sonra zərf düzəldən şəkilçi kimi ola bilər, çoxdan. Bir də var isimdən isim düzəldim, məsəl üçün qəhvədan. Sonra burada verilib həm çox mənalı, həm də amonim olan sözlər. Məsələn qol sözü verilib. Çox mənalı söz kimi bir var insanın qolu, çayın qolu. Bir də ki, görürsüz çayın qolu da ətrafda yerləşir, insanın qolu da. Yəni gördüyümüz kimi əsas məna ilə bağlılıq məsələsi. Bir də var ki, amonim kimi qol necə ola bilər? Yəni bu qol, insanın qolu. Bir də futbolda olur, qol vurdum. Sonra gəlirik həm çox mənalı, həm də amonim olan sözləri. Burada çoxlu nümunələr var. Elə yəni dərsin əsas hissəsi amonimlər, yəni əsas məsələ olduğu üçün imtahana ən çox düşən. Orada mən istəyirəm üstündən ötüb keçməyim. Çünki hər bir şeyi mən vacib nə varsa izah edirəm ardıcıllıqla. Bax məsəl üçün burada al sözünü veriblər. Elə buradakı nümunəni oxuyub izah edəcəm. Deməli kitabı almaq, xəbər almaq. Burada kitabı almaq, xəbəri almaq gördüyünüz kimi nə olacaq? Yəni çox mənalıdır da. Biri var kitabı alırsan, bir də xəbər alırsan. İndi deyə bilərsiniz ki, məsələn sual verə bilərsiniz ki, nə əlaqəsi var kitabı almaqla xəbəri almaq? Burada nə yaxın məna var ki, bunlar çox mənalı oldu axı, çox mənalı sözlərdə əsas məna ilə bağlı olmayıblar. Bir də kitabı alanda nə edirsən? Mən getdim mağazadan kitabı aldım. Bu mənim olur da, düzdür? Xəbəri alanda da xəbəri eşidirəm də xəbər mənim olur. Deməli məna bağlılığı var da, əsas mənalı yaxınlıq var. Bir də var ki, məsələn kitabı al, nə et? Paltarı al rəngdədir, al qırmızıdır, yəni qırmızı. Məsələn koftası al rəngdədir. Bu isə artıq amonim olur. Sonra at sözü var, daş atmaq, söz atmaq. Deyə bilərsiniz ki, yenə bu niyə çox mənalıdır? Daş atmaqla söz atmaq çox mənalıdır. Niyə? Sizə də sual verim, siz fikirləşin, mən də deyim. Məsələn, daş atanda nə olur? Daşı atıram, daş gedir də, düzdür? Atdım daşı, daş getdi. Sonra söz atmaq, kiməsə söz atıram, sözü də atdım. Oturmuşuq məsələn bir məclisdir. Hamı yığışıb, qohum-əqraba, dost-tanış bir məclisdir. Mən də kiməsə söz atıram. Sözü atdım, söz getdi, düzdür? Ona görə, yəni daşı da atanda daş gedir, sözü də atanda söz gedir, öz yiyəsinə çatır. İndi xüsusən də statuslarda söz atırlar, hamı bir-birinə söz atır. Deməli, yəni bu oldu çox mənalı. Sonra gəlirik atın amonimliyinə. Daş atmaq, yəni bu mənada atmaqla, atları gətirin, artıq orada at heyvandır. Nə əlaqəsi var? Deməli, bu amonimdir. Sonra, məsələn, ağrı sözü var, diş ağrısı, ürək ağrısı. Ürək ağrısı burada məcazi mənada mütərizədə qeyd edirlər. Yəni, insanın ürəyin ağrıması. Bir də var ki, diş ağrısı. Amma bir də var ki, amonim kimi diş ağrısı, dişi ağrıyır, artıq orada feil kimi o amonim olacaq. Sonra azı da deyim, məsələn, meşədə azmaq, yolunu azmaq. Bu niyə çox mənalıdır? Meşədə azmaq, yolunu azmaq. Sizə də sual verirəm, siz düşünün, mən də deyim. Mən də düşünüm deyim. Deməli, meşədə azmaq, yolunu azmaq. Baxın, meşədə azanda nə olur? Meşədə azanda itirsən də. Meşədə azırsan, yəni meşədə itirsən. Yolunu itirirsən də, düzdür? Bir də var ki, yolunu azmaq. Yəni, o deyirlər, o tamam yolunu azıb. Yəni, yolun azanda da o insan yolunu itirir də, düzdür? Yəni, belə deyək də, burada artıq məcazi mənada itirir, pis yola düşür. Yəni, amma istənilən halda meşədə azanda da sən itirirsən, nəyisə, məsəl üçün yolunu itirirsən. Yolunu azanda da sən nəyinisə itirirsən də, nəsə itirirsən, yolunu azırsan. Bax, bu mənada, görürsünüz, məna ilə, əsas məna ilə bağlılıq mühüm şərtdir. Sonra, məsələn, burada var, az adam, meşədə azmaq, artıq orada az amonimlik yaradır. Mən bəzilərini deyim. Misal üçün, üst sözünün deməli, amonimliyi də çox mənalığı. Üst sözünün burada çox mənalığı var. İnsanın üzü, dəftərin üzü. Yəni, insanın üzü, görürsünüz, üzdədir də, görürük bu. İnsanın üzü görünən yerdədir. Dəftərin üzü, dəftərin, bu kitabın yox, dəftərin üzü üzündədir, görünən yerdədir. Deməli, bu çox mənalıdır. Sonra burada başqa var idi. Amonimlik kimi insanın üzü, bir də göldə üzmək. Artıq o üzlə bu üz fərqli olduğu üçün amonim olur. Sonra burada var xəmiri yay, xəbər yaymaq. Bu çox mənalıdır. Niyə çox mənalıdır? Xəmiri yaymaq, xəmiri yayanda nə olur? Xəmiri yayanda, deməli xəmir yeri gəlmişkən bugün xəmir yaymışam. Xəmir yaydım, nə oldu? Sonra xəmir böyüyür, düzdür? Xəmiri yayanda xəmir böyüyür. Xəbəri də yayanda xəbər böyüyür. Hansısa bir xəbər olur.
nəsə bir pis hadisə xüsusən də tez yayılır. Yaxşı, ümumiyyətlə deyirlər yaxşı və pis hadisə və pis xəbər tez yayılır. Belə bir şey də ifadə də var. Yəni el arasında işlənir ki, pis xəbərlə acı xəbər tez yayılır. Yəni ümumiyyətlə də pis olmasın, tək ki yaxşı xəbər eşidək hər birimiz. Məsələn, xəbəri yaymaq, hansısa bir xəbər eşitdim, getdim o xəbəri yaydım. Hamıya dedim. Yəni xəbəri yayanda da xəbər genişlənir, o xəbərin əhatə dairəsi böyüyür. Xəmiri yayanda da xəmirin, yəni böyüməsi, xəmir böyüyür. Deməli bu mənada çox mənalıdır. Belə. Ondan sonra burada məsələn sözləri deyim, siz rəydə yazarsınız, mən hamısını deməyim. Bel, dolu, düz, dil, kök, yar, say, inci, quru, tut. Bax bu sözlərin də çox mənalı və amonimliyin siz yazarsınız. Sonra sinonimlərdir ki, sinonimlər yəni yazılışı deyilişi bildiyimiz kimi müxtəlifdir, amma mənası eynidir. Məsələn, qaçmaq, yürümək. Sonra gözəl, göyçək, burada verilir. Məsələn, məsud, xoşbəxt, bəxtəvər, hündür, uca. Bir də var nisbi sinonimlər məsələsi, mütləq sinonimlər. Nisbi sinonimlər yəni həmişə bir-birini əvəz edə bilmir. Bax, ürək sözü məsələn, biz gedib həkimə deyə bilərik ki, ürəyim ağrıyır. Daha doğrusu həkimə könlüm ağrıyır deyə bilərik. Yox, həkimə ürəyim ağrıyır deyir. Həkimə təsəvvür edin, gedib deyir ki, ay həkim, mənim könlüm ağrıyır. Könlün ağrımağın gedib hardasa psixoloqa deyə bilərik də, yəni ki, könlüm ağrıyır. Yaxud da şeirimizdə oturub yazarıq da. Yəni, könlün ağrımağı bu daha çox obrazlı ifadədir ədəbiyyatda. Yəni, ona görə də həmişə bir-birini əvəz edə bilməz. Yəni, ürək həkiminə, kardioloqa biz gedib könlüm ağrıyır deyə bilmərik. Sonra antonimdir, mənaca bir-birinə əks olan sözlərdə ədəbiyyatda antiteza yaradır, bədii təzad. Belə, sonra terminlərdir, müxtəlif ixtisas peşə sözlərdir. Bax, mən belə hesab edirəm ki, yəni sizlə keçəcəkdə bunları, ədəb dili normaları, üslublar və s. nitq, natiqlik və s. Əgər sən çoxlu terminlər bilirsənsə, yəni söz ehtiyatının çoxluğuna təsir edir də, o sənin nitqini zənginləşdirir. Yəni terminlər müxtəlif ixtisas peşə sözlərdir. Məsələn, mən deyək ki, Azərbaycan ədəbiyyat müəllimiyəm, bu sahənin terminlərini daha çox bilirəm. Həkim daha çox tibbi terminləri bilir. Yəni, hər bir sahənin özünə məxsus olan terminlər var. Məsəl üçün, ədəbiyyatda ekspozisiya, antiteza, gəraylı, qoşma, qıfılbənd, vücudnamə, təcnis və s. Azərbaycan dilində fonem, prozologizm, sintaksis, sonra metateza, eliziya və s. Dialekt sözlərdəki ayrı-ayrı kəndlərdə, bölgələrdə işlənən sözlərdir. Məsələn, hancar, necə? Əbbək, çörək, doqqaz qapı, küçə, məhraba. Oradan mənə məhraba gətir. Yəni, Qarabağlılar, məsələn, dəsmala məhraba deyir. Ədəbi dildə dəsmalda biz məhraba deyir, məhraba. Sonra təlis əlardan da deyilir bəzi bölgələrdə. Yeri gəlmişkən bu videonu izləyənlər hansı bölgədənsiniz, onu da qeyd edin rəyə, hardan izləyirsiniz və öz bölgənizin dialekt sözlərini siz də yazın rəylərə. Köhnəlmiş sözlərdəki var tarixizmlər, tarixin yaddaşına köçən sözlər. Bir də arxaizmlər var. Arxaizmlər bugün də işlənir. Məsələn, 100% demək. Amma tarixizmlər ta ki, yasavul, keçmişdə polis nəfəri. Bunlar tarixizmlərdir. Sonra pristav, məsələn, pristav naçalnik gələndə kəndə obanı oymağı vururlar bəndə. Xərc üstə çoxları düşdü kəməndə, qamçıda belinin qatı çıxıbdır. Aşağı əskərin şeiri. Sonra yeni sözlərdəki, yeni sözlər neologizmlərdir. Əlbəttə ki, bu da nəyin nəticəsində yaranır? Elmi texniki tərəqqinin nəticəsində dilimizə yeni sözlər daxil olur. Sonra etimologiyadır, bu o haqda verilib, yəni onu da deyim ki, sözün mənşəyini öyrənir, etimun əsl həqiqət deməkdir. Biri var elmi etimologiya, biri var deməli xalq etimologiyası. Yəni, misal üçün, arsaq sözünün, Qarabağ sözünün əvvəlki adı ərsaq olubdur, sonra arsaq şəklinə düşüb, daha sonra Qarabağ, bu da nə ilə bağlıdır? Yəni, burada yaşayan, deməli, Qarabağ sözünün etimologiyası, elmi cəhətdən etimologiyası belədir ki, deməli, əvvəllər adı Qarabağın ərsaq olub. Bu da orada yaşayan sak tayfalarının güclü, igid olması ilə bağlıdır ki, güclü, igid olduqlarına görə onlara ərsaqlar deyirdilər. Yəni, türk dillərində igid deməkdir. Ərsaq, igid saklar. Sonra bu arsaq şəklinə düşüb. Daha sonra bəs necə olub
bağ olub. Belə olub ki, deməli, burada başqa Qarabağda bilirik ki, çoxlu tayfalar yaşayırdı. Bağ tayfaları da yaşayırlarmış. Və bu bağlar da çox güclü, böyük olduqlarına görə onlarda türk dilində böyük anlamını verən qara böyük, yəni qara bağlar deyirdilər. Sonra bu Qarabağ olub yerin adı. O niyə Qarabağ olub? Ərsakların adı ilə bağlı olmayıb, sakların adı ilə bağlı. Ona görə ki, belə hesab olunur ki, deməli, bağlar daha çoxuymuşlar, daha güclüymüşlər. Ona görə də Qarabağ olub yerin adı, sonralar isə Ğ-da gəlib, belə deyək, dəyişikliyə məruz qalıb Qarabağ şəklinə düşüb. Yəni, bu elmi etimologiyası. Amma bir də var ki, xalqın uydurması. Bu isə olur xalq etimologiyası. Belə, sonra burada sözlərin mənşəyinə görə növlərdə əsl Azərbaycan sözləri var, bir də alınma sözlər. Məsələn, burada qeyd olunur ki, dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti xüsusən saylardır, feillərdir. Bunlar deməli, öz sözlərimizdir. Bax, bu cümləni qeyd edin. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti xüsusilə saylar mötərizədə yazın. 80 milyon, milyard, trilyon istisna olmaqla. Sonra əvəzliklər bəzi, filan, kəs, filan, həmin, nə qədər, nə təhər istisna olmaqla. Feillər, yəni öz sözümüzdür, bəzi düzəltmə və mürəkkəb feillər istisna olmaqla, bədən üzvləri adını bildirən sözlər mədə istisna olmaqla, qohumluq münasibəti bildirən sözlər əmi istisna olmaqla, feillərdən, saylardan, əvəzliklərdən düzələn sözlər də milli mənşəli sözlərdir. Alınma sözlərində bir çox xüsusiyyətləri var ki, məsələn, sonu atət şəkilçisi ilə bitən sözlər alınmadı. Biz bilirsiniz ki, tarixdən keçmişikdə ərəb işğalına məruz qalmışıq, rus işğalına məruz qalmışıq. Ona görə də dilimizdə ərəb-rus sözləri çoxdur. Yəni, işğal faktoru nəticəsində bizim dilimizə başqa dillərdən sözlər keçib və deməli, məsələn, daha çox dini sözlərdir, dini adlardır, elmlə, təhsillə bağlı sözlərdir, bunlar alınmadı ərəb dilindən. Sonra bayaq qeyd etdiyimiz sonu atət olanlar, j ilə başlayanlar, bunlar da alınma hesab olunur. Fleksiyaya uğrayanlar, fleksiya nədir? Nəzm, nazim, nizami, kök, içərdən dəyişənlər. Burada istisnalar var ki, misal ahəng qanunu pozulan sözlərin çoxu alınmadı, amma o istisna sözlər var. İşıq, ildırım, işartı, elat, gedişat, inam, inanc, ilğım, inanmaq, ışıldamaq, iraq, ilxı, quzey və s. Vurğusu son hecəyə düşməyən sözlərin çoxu, bəzi sözlər var ki, istisnada, məsələn, bayaq, ancaq, bildir, dünən, sanki, yalnız və s. Siz də rəydə yazarsınız alınma sözlərin xüsusiyyətlərini. Sonra beynəlmiləl sözlər də ki, dünyanın bir çox dillərdə işlənən sözlər də eyni olan belə deyək. Məsələn, futbol, futbol, president, 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 republic, respublika və s. Sonra da burada da leksik təhlilin aparılma qaydası da sözün, yəni, leksik mənası müəyyənləşdirilir, həqiqi və məcazi mənada olması, amonimi varmı, sinonimi, antonimi varmı, ümumiləşdirmə mənşəyi, bunlar göstərilir. Bax, belə. Leksika 2-ni də izah etdim bu videoda. Növbəti dərsimiz söz yaradıcılığı ilə bağlı olacaq. Faydalı oldu sizə. Çalışdım ki, belə sadə öz sözlərimlə, biraz da söhbət xarakterli, zarafat da qataraq izah edim ki, yorucu olmasın. Təşəkkür edirəm. Faydalı olursa nə edirsiniz? Bəyənirsiniz. YouTube kanalıma abunə olursunuz. Kanalın linkini paylaşırsınız. Kanalda abunə sayı çox olsun, baxış sayı çox olsun. Mən də videolarımı daha da çox eləyim. Və deməli, test izahlarım da olacaq. Təşəkkürlər.